Son günlər yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayında sel yaranıb. Çayı keçmək istəyən Hyundai markalı avtomobil güclü su axını səbəbindən hərəkətsiz qalaraq çayda batıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən çayda qalan avtomobil sudan çıxarılıb. Avtomobil daha sonra aidiyyatı üzrə təhvil verilib. Çayda suyun səviyyəsi isə artmaqda davam edir. Fuat, dikkat çöpü. Bu tarafta çıkabilirsen buradan çıkmalar. Qusar rayon ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşlığının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib. Ərazidə olan Qusar rayon polis şöbəsinin əməkdaşı uşağı sudan çıxarıb və onun həyatını təhlükədən qurtarıb. Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan babası 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Ay Fuat ona bak. Ne çabuk bu ne? Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır. Saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə saat 17:32-17:44 radələrində Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb, deyə məlumatda qeyd edilib.